imkanı olan, olmayan fərq eləmir. Əxlaqla, qabiliyyətlə gələn hər şəxs qonağımızdır. Mətbəximiz göz qarşısındadır. Ürəyimiz istədiyin tikəni göstərim, pişirib versinlər. Bax, yerli ağcəbədi heyvanlarıdır. Donmuş məhsullar istifadə eləmirik, demirik pisdir. Amma istifadə eləmirik. Beyləqan ağcəbədi heyvanları. Bu belə deyək də, bunun sümüklü tikəsi 7 manat, antrikot 9 manat, yablıçka 9 manat. 13-14 kiloluq heyvanlardır. Gəlin qonağımız olun. Canavarlar iş başında. Durun gəlin, xidmətinizdəyik. Gecə saat 3-də. Nəyə götürüb gəlsinlər? Buradan girdim, hər şey göz qabağında. 95-ə də götürüb gəlin. Əsas məsələ odur. Bax, quzu ürəkləri və körpə quzunun ürəkləri. Ciyərlər, dana ciyəri, quzu ciyəri, hər biri var. İndi menyunu da göstərəcəm. Bastırma, toyuq kebabı. Toyuq kebabı 2 manat 50 qəpik, ciyər 3 manat. Bu quyruqla baxın. Yəni porslar da hamısı 200 qramdan yuxarıdır. Antrikot 250-270 qram olur. Bastırma 300 qrama yaxın olur. Şapalaq 400 qram, 500 qram. Bura teras ciyərxana. Səhərin qəşəng məkandır. Menyunu da göstərim. Madam kebabçı köhnə ciyərxana eyni qiymətlərdir. Madam kebabçıya xanımsız buraxılmır. Necə göstərim ki, görünsün. Görünər deyərik ki. Bir də soruşurlar, lülə yoxdur. Baxın, burada döymə var. 7 manata. Piti buğlama 6 manat. Piti 6, buğlama 7 manat. Qazan yeməkləri 7 manat. Xalodunlardır. Yazırlar ya, xalodunları gəldi 4 manatdan, 5 manatdan aşağı yoxdur. Və bunlar nədir? Kasa çeki var onda. HP çeki. Bir dənə ver mənə. Ya, bu da bəyək ki. 8 nəfər yiyiblər. Baxın. Yəni, belə şəkildə masaya gedir. Bunu tələb eləyin. Ola bilər də afisantda təzə gəlib, indi səhv eləyər. Bunu masaya verməz, dillə şot deyər, dillə hesab deyənə pul verməyin. Bunu tələb eləyin, xahiş edirəm.